Hər kəsə salam dostlar. Bugün çalışacağım Azərbaycanda ali təhsilə qəbulun necə işlədiyini izah edim. İlk öncə onu qeyd etmək istərdim ki, videoda olan məlumatlar nümunə xarakterlidir və həqiqəti əks etdirməyə bilər. Doğru məlumatlara çatmaq üçün abituriyent jurnalının 4-cü, 6-cı və xüsusi buraxılışlarına müraciət edə bilərsiniz. Fərz edək ki, bu il 80 min abituriyent var və A sektorun Rus sektora nisbəti 6-ya 1-dir. Abituriyentlərin müraciət edə biləcəyi ixtisaslar 5 qrupa bölünür. Bu videoda isə biz yalnız 1-ci və 4-cü qrupa baxırıq. 5-ci qrup digərlərindən fərqli olaraq blok imtahanı yox, qabiliyyət imtahanı verir. Amma onlar üçün də proses təxminən eynidir. Məlum olduğu kimi imtahan 2 mərhələdən ibarətdir. Buraxılış imtahanı və blok imtahanı. Buraxılışdan maksimum 300, blokdan isə maksimum 400 bal toplaya bilərsiniz. Bu da toplamda maksimum 700 bal edir. Bu videoda bütün prosesi 3 abituriyent üzərindən izah etməyə çalışacağım. Fərz edək ki, ASL imtahandan ümumi olaraq 681, Nihat 534, Leyla isə 395 bal toplayıblar. Bir müddət sonra din balları açıqlayır və bu mərhələdə yalnız özünüzün və bildirdikləri təqdirdə ətrafınızda olan dostlarınızın spesifik olaraq ballarını bilirsiniz. Digər abituriyentlərin ballarını isə yalnız abituriyent jurnalının xüsusi buraxılışında intervallar olaraq baxa bilərsiniz. Orada qeyd ediləcək. Misal üçün, A sektor 1-ci qrup eri alt qrupunda 400-420 bal arası tutaq ki, 25 nəfər abituriyent bal yığıb. İxtisas seçimi zamanı sizə əsas 2 mənbə lazım olacaq. Abituriyent jurnalının 4-cü buraxılışı və olduğunuz qrup üzrə xüsusi buraxılışı. 4 nömrəli jurnal ixtisas seçimi elanıdır. Orada hər universitet üzrə müsabiqə aparılan ixtisas, əyani və qeybi olmaq üzrə təhsil forması, plan yerlərinin sayı və illik ödəniş haqqı qeyd olunur. Bununla yanaşı, əgər ixtisasın istiqaməti varsa, misal üçün regionşünaslıq Amerika üzrə və ya Koreya üzrə varsa, onun istiqaməti də bildirilir. Ya da misal üçün, hər hansı bir ixtisas fərqli bir dildə keçirilirsə, misal üçün baş dövlətdə riyaziyyat ingilis dilində keçirilirsə, o ayrıca qeyd edilir. Ya da ki, başqa bir misal üçün Azərbaycan Dövlət Pedaqoji Universitetində əgər hər hansı bir ixtisas həm misal üçün Şəki filialında, həm Bakı filialında keçirilirsə, filial da qeyd edilir. Xüsusi buraxılışda isə balların intervallar üzrə paylanması var. DİM-in tövsiyəsini nəzərə alaraq, keçən il üzrə qəbul planını, bal intervalları üzrə abituriyentlərin paylanmasını bu ilki məlumatlarla müqayisə aparmaqla cari ildə müsabiqə vəziyyəti haqqında təxmini fikir formalaşdıra bilərik. Konkret bir misal üzərindən göstərəsi olsaq, əgər keçən il müqayisədə abituriyentlər ortalama 10 bal çox bal toplayıblarsa və keçən il baş dövlətdə riyaziyyat 500 bal keçid bal olubsa və plan yerlərində dəyişiklik olmayıbsa, biz təxmin edə bilərik ki, bu il hardasa 510 olacaq. Bu cür təxminlər apardıqdan sonra ən çox istədiyimizdən ən az istədiyimizə sıralanmış şəkildə 15 ixtisas seçib DİM-ə müraciət edirik. Müraciətlər bitdikdən sonra DİM bütün abituriyentləri ballarına görə sıralayır. İzah etməyə rahat olsun deyə fərz edək ki, hər abituriyent 3 seçim edib və ixtisasların da yalnız üstünü göstərəcəyik. İlk öncə daha çox bal toplayan abituriyentlər yerləşdirilir. ASL-ə çatana kimi bu 3 ixtisas müəyyən qədər dolur. Onun ilk seçimi boş olduğu üçün elə ilk seçimlərdə daxil olur. Sonra Nihat. Nihata çatana qədər artıq baş dövlətdə riyaziyyat dolur. Onun da ilk seçimi baş dövlətdə riyaziyyat olduğu üçün ora girə bilmir. Sonra keçirik ikinci seçimdə. İkinci seçimində isə boş yer qaldığı üçün ora daxil olur. Sonra Leylaya çatana qədər isə bu 3 ixtisasın 3-ü də dolur. Leyla birinci seçimdə girənmir, ikinci seçimdə girənmir və üçüncü seçimdə də girənmir. Nəticədə bu il heç birinə yerləşə bilmir. Bir daha qeyd edim ki, bu misallar nümunə xarakteridir. Yəni biz bu misalda fərz etdik ki, 3 abituriyentin 3-ü də 3 seçim edib və 3-ü də eyni yerlərə seçim ediblər. Həqiqətdə isə bu belə olmur. Bütün bu proses yekunlaşdıqdan sonra isə abituriyent altı jurnalında hər abituriyentin bala və qəbul olduğu yer haqqında məlumat dərc edilir. Biz 2010-2025-ci illər arasında dərc edilmiş abituriyent 4 və 6 jurnallarından 600 mindən artıq qəbul olmuş abituriyentin məlumatlarını və həmçinin ixtisaslar üzrə məlumatları toplamışıq, emal etmişik, analiz etmişik və gözəl qrafiklər şəklində saytımızda təqdim edirik. Sonra da hər hansı bir ixtisasın müəyyən bir ildə nəinki keçid balını, həmçinin orta balını, maksimum balını, balların paylanmasını, illər üzrə dəyişmə dinamikasını, sonra təhsil haqqının illər üzrə dəyişməsini və plan yerlərinin illər üzrə dəyişməsini izləyə bilərsiniz. Sayt hələ də test mərhələsində olduğu üçün tövsiyə olunan odur ki, ondan yalnız köməkçi vəsait kimi istifadə edəsiniz. Əsas istifadə etdiyiniz mənbələr isə
Abituriyent jurnalının 4-cü, 6-cı və xüsusi buraxılışları olsun. İzlədiyiniz üçün təşəkkürlər.